Bakıda ürəyimdən əməliyyat olmuşam. Ürəyimdən əməliyyat olandan sonrasına məndə 1 il, 2 il keçəndən sonra şişkinlik əmələ gəlib. Keçən ildə burada bu xəstəxanada, Qobustan rayonunun mərkəzi xəstəxanasında yatmışam. Təmiz, səliqəli, qulluq yaxşı, bütün hamısı sanitarından tutmuş, medsestrasından tutmuş həkiminə qədər qa deyirəm, qa, qu deyirəm, qu, qulluq, dərman, iynə, hamısı öz yerində. Və buna görə də təbibə minnətdarlığımı bildirirəm. Allah razı olsun, çox sağ olun. Veriş vüsat alıb, respublikamızda da təbibin qulluğu. Şamaxı rayonundan gəlmişəm, ürəyimə görə gəlmişəm. Baxırlar, qulluq eləyirlər, xəstələrin qayğısına qalırlar. Yəni, narazılıq yoxdur. Götürsün elə rayon xəstə həkimləri, məsələn, şəhər həkimlərindən üstündür ki, aşağıdır. Cərrah olsun, istər məsələn, müalicəvi olsun, kardioloq olsun. Məsələn, çox gözəl həkimlərdir. Məsələn, narazı, məsələn, gələn adamlardan da, məsələn, xəstələrdən də narazılıq yoxdur ki, desin ki, belədir. Azar uyalım, oğlum xəstə idi, gələndə ağır vəziyyətdə idi. İndi Allaha şükür biraz yaxşıdır. Onun təmizliyi də təmiz. Valla baxmaqları da yaxşı. Müdiriyyət də özü düşür, yoxlayır. Hər tərəfi ki, görüm xəstələrə baxırlar, baxmırlar. Ye sestralar, ye həkimlər, minnətdar ol, sağ olsun. Mənim ürək problemim var, ayaqlarımda problem var, o müalicələri götürürəm. Aldığım müalicələrin xeyrini görürəm. Kollektiv çox mehriban, çox yaxşıdır. Yaxşı da qulluğumuzda dayanırlar. İynə dərmanlarımızı buradan götürürük, lazım olanlar. Şəxsən mən özüm yaxşıyım, həkimlərdən də, yeməklərindən də, qulluqlarından da. Valideynim burada yatıb, çox sağ olsunlar, həkimlər, peşəkardırlar, yəni işləri professional görən insanlardır. Yəni mən həqiqətən də minnətdarlığımı bildirirəm ki, o xəstəmin üstündə elə bir, yəni onun çətinliklərini, səhhətində yaranan problemləri aradan qaldırdılar, şükür Allaha.